bugündən kimya fənnindən qəbula düşən mövzularda aid test tapşırıqlarının gündəlik olaraq bir izahını verəcəm. Birinci baxırıq, kimyəvi reaksiyanın sürətinə təsiri amili. Əsasən bu məsələdən demək olar hər il düşür. Bu, temperatur reaksiyasının sürətinə təsiri mövzusudur. Temperatur hər 10 dərəcə yüksəklikdə əksər reaksiyanın sürəti 2-4 dəfə artır. Hətta buna Van Hoff qaydası da deyirik və burada bu düsturdan istifadə edirik. VT2 bərabərdir VT1 qamma, yəni temperatura misalı. Bunun da rəqəmi əsasən 2-4 arası dəyişir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10'dur. İndi məsələnin şərtində deyir ki, temperaturu 60 dərəcədən 80 dərəcəyə qaldırdıqda, deməli, T1'imiz bizə verib 60 dərəcə, T2'mizi bizə verib 80